Açığını desəm, mənə aviabilet lazım olanda heç kimə zəng eləmirəm, heç kimi yığmıram. Sadəcə daxil oluram aviasales.az-a. Çünki mənə hər dəfəsində istənilən istiqamətə ən uyğun, ən ucuz qiyməti ilə aviasales təklif edir. Ona görə də sizə də lazım olsa, sadəcə aviasales.az-a daxil olmağınız yetərlidir. Çünki aviasales bilet satmır, ən ucuz bileti tapır. Danışıq. Salam hər kəsə millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Veşlərimi qoyum, sözüm var. Necəsiz, nə var, nə yox? İstədim bu dəfə açılışı bu hissədən eləyim. Çünki bu günləri sizə hər dəfədən fərqli olaraq, çünki hər dəfəsində hər hansı bir mövzumuz olurdu. Və çoxdandır normal günlük vlog çəkmədiyim yadıma düşdü. Və istəyənlər də var idi, yazanlar var ki, bura günlük vloglar gəlsin, onlar da maraqlı olur falan. Ona görə bugün nə eləyəcəm, nə başıma gələcək, hara gedəcəm, nə işlər görəcəm, hamısından qısa da olsa çalışacağım, çəkib sizə göstərə bilim. Düşünürəm sizə də maraqlıdır. Əgər sizə də maraqlıdırsa, zəhmət olmasa videomuzu elə indi bəyənək, kanalımıza da abunə olaq. Mən artıq videonun, belə desəm, bəyənmə sayından biləcəm ki, bu video xoşunuza gəlib, yoxsa yox. Yəni, davamını çəkim, yoxsa yox. Burası belə. İndi qaraja düşdüm. Gördüyünüz kimi cilini işə saldıq. Arxa fonda bizim Mazda'nın diskləri var. Soruşa bilərsiniz ki, bəs bu disklər nə gəzir burada? Diskləri dəyişmişik. O videomuzu izləməmişsinizsə, mütləq şəkildə izləyin deyərdim. Və səhəri də belə bir interesni xəbərlə açmaq yaxşı olmadı. Təkərə hava vurmaq lazımdır. Çalışacağım ki, indi yol üstü bu söhbəti də həll eləyim. Görək başımıza nə gəlir. İndi hara gedirik? Hara getməzdən öncə kənarda, biraz qarşıda belə deyim, bir qaqaş məni gözləyir hal-hazırda və mənə yüngülvari bir hədiyyəsi var. Keçən səfər Instagramda paylaşımını etmişdim. Mənim üçün çox xüsusi bir Mazda MX-5 Hot Wheels modeli özlərindən hazırlamışlar. Custom kartla falan bu formada belə desəm. İndi isə minimal kartlar hazırlayıb mənim üçün. Qardaşın işini çox bəyənirəm. Elə istəyirəm həm göstərim, həm bu formada ona dəstək olmuş ola bilərəm deyə düşünürəm. Həm də ki, özümə də maraqlıdır, çünki çox maraqlı işlər görürlər. Salam aleyküm. Bəxtimə bu günləri günlük vlog çəkirəm. Əyləş. Dedim, qoy sənə də salım. Necəsən? Nə var, nə yox? Nəyin var? Sizin üçün bir paket hazırlamışıq. Gözəl. Uşaqlar, baxın, gözlə, bir dənə Müslüm baba bizi bağışlasın. 164 Baku. Yeni Hot Wheels var. Əlbəttə. Bu dəfə tutuzdura bilməmisən. Niyə? Var bizdə. Dünən almışam. Ayda. Dünən, bax, bundan almışam. 635 CSI. Çox sağ ol. Bəlkə bunu kiməsə hədiyyə eləyək. Bizdə var da. Uşaqlar, bu videomuza, kommenti tutan qaqamıza bu 635 CSI, yəni BMW Y, gözləyorum, 24. Y24 modelini hədiyyə eləyəcəm, gəlib məndən götürəcək. Bunu qoydum kənara. Bu bizim bonusumuz idi, belə başa düşürəm. Sən mənə başa sal da, bu Pokemon kartıdır, düzəltmirsən mənim üçün. Pokemon kartlarından açığı görmüşəm, çox amma məlumatım yoxdur. O düşənə baxım, yoxsa buna baxım? Ona. Buna baxım, tamam. İçindəkilər stenddir, sizin üçün qoymuşam. Uşaqlar, baxın, paketləməsinə falan da fikir veriblər. Sən mənə arxasını atmışdın. Bəli, arxasını. Qabağını görməmişdim açığı. Daha hələ baxmıram atam. Daha belə baxdım ki, yazılar yazılıb, karbon falan. Belə qaldım ki, okey, belə olacaq yəni. Sonra yazdın ki, özüm göndərmədim. Məncə baxa bilərik. Əlbəttə. Ooo, qəşəng. Qəşəng. Çox qəşəng. Mühərrik kodlarını kimi. Elə ona baxıram. Çox qəşəng. Ooo. Türklər demiş, çox iyi. Qalar, sizə də göstərim. Bu bizim, baxın elə belə bir formada Pokemon kartlarımızda deyirlər buna. İndi mən bunu kart gözündən baxıram. Fikir verirsiniz.
Belə fırlananda mandarin, belə olanda M4 göstərə bilim. Baxın uşaqlar. Bu formada. Burada yazıları falan. Çox ləzzət elədi. Arxa görüntüsünü göstərim. Karbon. Maç eləyə bilərəm rahat. Rahat yəni. Çox belə ləzzət elədi. Burada nə var? Bir dənə kömək eləsən. Bunların içində Nədir o? deməli bunlar stikerlərimizdir. Bu hər Aha, dəfə baxaq. stikersiz olmaz əlbəttə. 164 Baku. Bu da ki kartlarımızı qoymaq üçün istədik. Sınavlar ağırdılar. İki tərəfli şəffaf Yes, altdan vurmağa. Rahat qopur çıxır. Altına yapışdırıb qoyacaqsınız, kartları da Sənə halaldır. Yaxşı, istəyən olsa bundan eləyə bilirsən. Əlbəttə. Sifariş götürürsən, Hot Wheels götürürsən sifariş. Bəli. Kart da götürürsən Hər sifariş. şey. Posterlər, yəni hər bir işlə maraqlanıram. Qardaşı tapın. Qardaşdan faydalanın nə qədər ki buralardadır. Öpürəm, çox sağ olun. Siz sağ olun. Var ol. Yəni, həqiqətən çox sağ olsun. Çox maraqlı yanaşırlar. Zaten standart bir iş görmürlər. Çünki belə desəm heç kimin xətrinə dəyməsin bu indi deyəcəklərim, amma bizdə bir xasiyyət var. Kimsə nəsə bir innovasiya eləyirsə, innovasiya da deməyim, yəni bu sadaladıqlarımız zaten illərdir xaricdə olur deyə düşünürəm. Amma misal üçün bir moment dəb halına düşdü ki, hamı başladı ramka düzəltməyə. Hamı işıqlı ramka düzəltdi. Hamı nə bilim ramka maşın faraları işıqlı olsun. Belə və bu bir trend halını aldı. Hamı başladı bu işlə məşğul olmağa və nəticədə artıq kiməsə də lazım idisə rəqabət çox yəni ortada yarandı. Çox belə səhifələr çıxdı eləməyə və nəticədə də tutmadı bu iş. Mənim gözümdə hələ də tam oturuşmuyub. Amma misal üçün qardaşın elədiyi daha fərqli yanaşma kimi gəlir mənə və başqa eləyən əminəm ki də var. Amma əsasən belə deyim, bütün bu maraqlı, kreativ hədiyyələrimi deyim, hazırlanan materiallarımı deyim, bu qardaşda görmüşəm. Ona görə də həmişə çalışmışam dəstək olum. Çünki işi həqiqətən xoşuma gəlir, səliqəli və mənə əsas xoş gələn nüanslardan biri də gördüyü işin detallı görməkdir. Yəni detalizasiyası çox üstün səviyyədə olur. Yəni belə. İndi soruşarsınız ki, Fəxri, okey, bunu bildi, indi hara gedirsən? Bilənlər Instagramdan bilir, bilməyənlər üçün onu qeyd edeyim ki, qardaşımızı Reski burada dayanıb bir dənə şəhər hissəsində təbrik edirsiniz. Çünki artıq ikinci həftəmiz tamamlanır və mən Fəxri Əsədov olaraq həftə içi hər gün bir avto verilişinin aparıcısı olaraq iştirak edirəm. İndi də yayımımız belə deyim 1-dən 2-yə olduğu üçün 13:00-dan 14:00-a. İndi yoldayam, radioya gedib çatmağa çalışıram. 107.7 Avto FM-də bir avto verilişi. Yəni qulaq asarsınız, mənim əsasən iştirakımda tək günlər olur, 1-3-5 əsasən orada oluram. Yəni belə məlumat verim. İndi də gedirəm radioya, çalışacağam alınsa radiodan da 1-2 dənə kadr sizlər üçün götürərəm ki, içəridə vəziyyət nətər olur, otaq necədir, nə bilim mikrofonlar nə formadadır, belə bir formada. Sonra da görək nə edirik də, yaşayıb görəcəyik. Təkərin aşıbqası heç xoşuma gəlmədi. Yəni məncə sizin də başınıza gəlir. Bəzən isti havalar heç, amma istidən sonra bir dənə riski soyuq düşən kimi təkərin havası sıxlıqdan başlayır düşməyə. Ona görə də daçıq başlayır qışqırmağa ki, bəs qardaş hava azdır. Nəsə buna da bir əncam çəkərik. Uşaqlar, yəni mikrofondan da məncə artıq hiss elədiniz ki, radiodayıq. Burada belə sizə izah edeyim. Biraz mahnı var, ona görə çox az burada danışa biləcəm. Belə bir balaca bir otaqdayıq. Tamamilə izolyasiya olunmuş bir otaqdır. Həmkarım Rafı görə bilirsiniz. Rafla bir yerdəyik, Yeslişdo. Dinləyəndə bizi buradan dinləmiş olursunuz. Burada da Rafın işlər, nə bilim, pultudur. Buradan reklamını verdi, buradan kodunu aldı. Belə söhbətlər. Bu formadadır. Hardasa saat neçədir? Baxın. Hardasa 3 dəqiqə sonra yayıma başlayırıq. Bu da bizim bu günləri danışacağımız bəzi mövzuların qısa xülasəsi. Belə, başlayırıq. Bir avto verilişini dinləyirsiniz Avto FM-də. Hər vaxtınız xeyirli olsun, əziz dinləyicilər. Sizinlə mənəm Rauf Mirqulamov. Və mən Fəxri Əsədov. 50 milyon funt sterling itkiyə səbəb olur. Yəni bunu da konvertasiya etsək hardasa 115 milyon manat. 115 milyon manat həftədə. Mən yəni sırf 221 də demərəm. Mercedes-in yəni
S-i ayrı dünyadır, Y-si ayrı dünyadır. Mən şəxsən lüks da deməyim, premium segmentdə BMW-nin 7-si, Mercedes-in S-in arasında qalsam, gözü yumulu S deyirəm də. Yəni özüm BMW sevər olsam da bu işi Mercedes bilir də qardaş. W140 necədir? Babamızdır. Gördüyünüz kimi radiodan çıxdıq. Artıq ikinci həftəmizi geridə qoyduq. Maraqlıdır. Gün keçdikcə daha da mənə maraqlı gəlir açığı. Çünki birincisi fərqli bir yanaşmadır. Radioda heç belə deyim, radioda dəfələrlə qonaq olmuşam verilişlərdə, düzdür, amma sırf aparıcı qismində birinci səfərdir bir layihəyə start verdik. Mənim çox xoşuma gəldi. Siz də 107.7 FM-ə qulaq asa bilərsiniz, dinləyə bilərsiniz. Bir hafta verilişində oluruq. Düzdür, Babək, indi çıxmışam. Çalışıram sol yola çıxım ki, dönə bilim. İmkan vermirlər hələ ki. Tamam. Buranı döndük, radiodan çıxdıq. İndi birbaş yollanırıq Cilinin servisinə. Bu günləri bilirsiniz ki, Coolray ilə gəzirik, dolanırıq və Coolrayın artıq yağ dəyişiminin vaxtı gəlib. Soruşa bilərsiniz ki, Fəxri, yağı özün niyə dəyişmirsən digər avtomobillərdə olduğu kimi. Fərqli cəhəti nədir? Fərqli cəhəti odur ki, avtomobilimizin zəmanəti var və kənar bir yerdə, yəni özüm belə dəyişsəm zəmanətdən çıxmış olacaq maşın. Ona görə də bir növ məcbur olaraq belə desəm servisdə bu işi gördürəcək. Məcbur da deməyim açığı, çünki Cilinin servisində çox rahatdır yağ dəyişimi falan. Maşını təhvil alırlar sizlə elə girişdə, sonra orada belə deyim, dinlənmə otağı var, hər cür şəraiti, çayı, suyu, kofesi. Qəşəng otururam, bəzən hətta maşını servisə verəndə bəzi montaj işlərimi falan da orada görmüş ola bilirəm. Yəni şəraitlidir, ona görə rahatlıqla gedə bilirəm. Gedək, avtomobilimizi təhvil verək. Hava da vurmadım, fikir versəz təkərə, çünki elə servisə gedirik, deyəcəm orada havalarına baxacaqlar. Buradan da 1 manat qabağınıza. Sözüm onda yox. Gedək maşını servisə verək, yağını dəyişdirək, sonra görək hara gedirik, nə eləyirik. Bugün hələ bəzi işlərimiz var, bu diskləri də yerbəyer etməliyəm, maşının arxasında gəzdirmək istəmirəm. Belə. Bu da cümə günü standart Babək prospekti, saat 14:23, sıxlıq var. Və gəldik, çıxdıq Əfəndilər qrupun Cili servisinə. Belə bu girişdə maşına təhvil verəcəyik. Keçəcəyik qırağa. Maşına yol verim. Gəldik. Burada bir dənə momentalini saxladıq. Maşını təhvil verək, keçək dinlənmə otağına. Burada yağı dəyişəcək, bir də bu təkərdə hava azdır, bir dənə baxarlar da. Elə 2-2 eləsələr görər işimizi. Maşın sizə əmanət. Maşını veririk Sabir qardaşa, keçir içərində sizə göstərəcəm. O belə gəldin rahat. Ödənişləri falan burada eləyirsiniz ki, birazdan mən də eləyəcəm. İstəsəz, çox da səs-küy salmaq istəmirəm. Sakit bir ortam var burada, qalxaq yuxarı. Servis hissəsidir, hansı ki biz bura keçə bilmirik. Bu şlaqbamla bu tərəfə keçə bilmirik. Buradan amma rahatlıqla öz avtomobilinizi izləyə bilirsiniz. Amma daha ətraflı necə izləyə bilərəm desəniz avtomobilimizi, misal üçün buradan. Hər tərəfində belə monitorlar qurulub. Burada vəziyyət biraz ağırdır. Misal üçün gördüyünüz kimi bütün liftlərin qarşısında kamera var. Buradan avtomobilimizi izləyə bilirsiniz. İstəsəz burada da əyləşib çay, su, kofe hər şey əldə eləyə bilərsiniz. Nədir bu? Baxın. Wi-Fi-miz də var. Belə uşaqlar, gözləyək. Avtomobilimizin servis hissəsi həll olsun, yağı dəyişsin, ümumi bir baxsınlar. Geri götürək, gedək işlərimizin dalıyca. Uşaqlar, maşınımız hazır. Çıxışda bizi gözləyir. Amma ilk öncə küləyə bax bir dənə. İlk öncə keçək içəri bir dənə ödənişim falan eləyək. Maşını götürək. Müəllim burada. Keçək içəri. Tak. Neyse, indi buraları göstərirəm. Tez bazar bir dənə ödəniş eləyim, çıxım.
Aha, neynədik? Yağ filtrini değiştirdik, hava filtrini değiştirdik, bir de kondisioner filtrini değiştirdik. Tamam. Şivinin bakış elədik, Əsas təkərin havasına baxdıq. çiğ elədik. Əla. Tamam. Mənlik bir şey var. İmzalamalıq falan işim var. Ha, burada da yəqin. Getdik kassaya. Belə işlər millət. İndi bilmirəm səsim necə gəlir. Maşının içində işığı yoxdur. Üzürlü sayın. Axşam oldu, gəldim. Mazdanı götürdüm Hikmətin yanından. İndi aparıram evə və avtomobilin belə deyim hündürlüyünü dəyişdik deyə razval sxarjeniyada dəyişməlidir. Təzədən bunlar olunmalıdır. Sabahda bir gündə yəqin alimin yanına gedəcəm King razvala. Bir dənə bunun minuslarını yığaq, razvalını düzəldək. Bunun yolda tam rahat şəkildə getməyini bir dənə həll edək, qalanlar düzələcək. Arxa hətta belə düşürəm ki, bir tık aşağıdır. İndi biraz sürdüm, elə bir ki, arkası biraz aşağı fason oldu. Ya da ki, mənə elə gəlir. Çünki krılada olan məsafələr eynidir aşağı yuxarı, amma maşın duruşu elə bir tərdir. Görək, əsas elə razvalı falan istəyirəm, həll edeyim. Qalanlar düzələn şeylərdir. Düzdür, yenə dəyişsə, yenə razvalı salarıq. Problem yoxdur orasında söhbətin. Belə, bunu aparaq salaq qaraja. Cilini də yəqin qarajdan çıxaracağıq. Bu günlük haradasa bir yerlərdə saxlayacağıq. Sonra görək ona da bir yer taparıq deyə düşünürəm. Belə amma normaldır hələ ki hər şey. Razıyıq. Bəzi şübhələndiyimiz hissələr var. Onu da artıq ustalara gedəndə bu problemi həll etmək üçün orada da usta ilə də bölüşəcəm. Belə. Gəlib çıxdıq. Mazda burada, Cili burada, Abart burada. Sorry Cili, sən bizim daily karımız olduğun üçün bu hekayədə yanan sən oldun. Səni gərək artıq çöldə saxlayaq. Burada xotlayırıq və gördüyünüz kimi təkərlər də əllə qalıb burada. Bunlar da vaxt olanda aparıb qarajıma qoyacam. Rahatdır, amma çox rahatdır. Hop. Amma bu, bax bu narahatdır. Belə. Yandan görüntü bu. Bir damcaya belə aşağı deyə, ya da mənə elə gəlir. Arxadan belə. Buradan da belə. Düzlüyüm baxışıyor, bax belə. Nə bilim. Görüntümüz indi də oldu belə. Если что saat 4-də işləyir. Hoppa. 7 dəqiqə ancaq gəlib çıxa bildim. Gecənin bir yarısı oyun. Hoppa. Belə uşaqlar, səsim də biraz tutulmuş ola bilər, amma bu görüntünü istəyirəm sizə göstərim. Qəşəng. Maşallah, maşallah. Siz də aşağıda şərhlərinizi qeyd eləyin. Son olaraq da millət, bu mənim bir günüm idi. Bir günümü başdan axıra kimi hamısını çəkdim sizə, göstərdim. Nə bilim, radioya getdik, servisə getdik, cilinin yağını dəyişdik, mazdanı gətirdik. Kalan iş gördük sözün əsl mənasında. Amma videonun artıq sonuna da gəlmiş olduq. Zəhmət olmasa videomuzu bəyənməyi, kanalımıza abunə olmayanlar çoxdur. Haradasa 60%-dək insan sadəcə bizim videomuza baxır, çıxır, gedir. Zəhmət olmasa kanalımıza da abunə olun. Zınqrova da basın. Məndən bu qədər. Gecəniz xeyrə. Daha doğrusu mən gedirəm yatmağa, gecdir. Sağ olun.